düzgün qidadan başlayır. Dəri üçün ən yaxşı qidalar. Yeyilə bilən dəri baxma anlayışı, dərinin sürətli yenilənməsi ilə bağlıdır. Dərimizin ən üst qatı hər ay tam yenilənir və bunu ona verdiyimiz qidalarla edir. Yəni biz təkcə illər sonra yox, aydan aya nə yeyiriksə, dərimiz odur. Məsələn, nə qədər vitamin C yeyiriksə, dərimizdəki vitamin C səviyyəsi də ona uyğun olur. Yaşla birlikdə dərinin zəifləməsi tək kosmetik problem deyil. Bu, dəri cırıqları, göyərmələr və qaşınmaya səbəb ola bilər. Araşdırmalar göstərir ki, daha çox meyvə və tərəvəz yeyənlərdə dəri vəziyyəti daha yaxşı olur. Koreyalı alimlər qadınları iki qrupa bölərək yaşıl yarpaqlı tərəvəzlərdə olan xlorofil miqdarına bərabər doza veriblər. Təxminən gündə bir neçə xörək qaşığı bişmiş ispanaq qədər. 3 aydan sonra dəridə kollagen istehsalı artıb, elastiklik yüksəlib və qırışlar azalıb. Bu qismən içərdən günəş qorunması effekti ilə izah olunur. Eyni UV şüalanmasında daha az DNT zədəsi müşahidə edilib. Bu tədqiqatda nəzarət qrupu olmasa da, dermatologiya jurnallarında günəşdən qorunma üçün yaşıl yarpaqlılar yeyin kimi tövsiyələr əsas olub. Plasebo nəzarətli tədqiqatlarda isə qıvırcıq kələm ekstraktı 10 ay ərzində dəridə kollagen göstəricilərini yaxşılaşdırıb. Alimlərin nəticəsi belədir. Karotenoidlərlə zəngin qidalar erkən dəri yaşlanmasına qarşı ən yaxşı strategiyadır. Digər tədqiqatlarda alma ekstraktları, rozmarin və greypfrut kombinasiyası da dərini günəşə qarşı qoruya bilib. Amma bəzi ekstraktlar eyni effekti göstərməyib. Bəs bütöv qidalar necə? Qadınların yarısı 3 ay ərzində gündə bir neçə qaşıq pomidor pastası yeyib. Nəticədə dəridə DNT zədəsi azalıb və UV-nin aktivləşdirdiyi kollagen parçalayan ferment zəifləyib. UVB şüaları DNT-ni birbaşa zədələyir. UVA isə sərbəst radikallar vasitəsilə dolayı zərər verir. Antioksidantla zəngin qidalar bu prosesi zəiflədə bilir. Pomidor əsaslı qidalar günəş yanıqlarının qızartısını 40% azalda bilib. Üzüm də UV-yə bağlı DNT zədəsini və iltihabı azalda bilər. Sanki dərimizin içində daxili günəş kremi var. Əlbəttə, bu SPF kremi əvəz etmir, amma hər gün yığılan zədəyə qarşı kömək edir. Eyni miqdarda likopen həbləri isə bu effekti göstərməyib. Bu da göstərir ki, məsələ tək maddədə yox, bütöv qidanın sinerjisindədir. Antioksidantlar birlikdə işləyir. Vitamin C, vitamin E-ni yenidən aktivləşdirir. Tək-tək yüksək dozalar işə yaramaya bilər, amma birlikdə təsir güclənir. Lutein və zeaksantinlə zəngin yaşıl yarpaqlılar cəmi 2 həftədə dərinin nəmini, elastikliyini və qorunmasını artıra bilər. Beta-karotin də eyni şəkildə kömək edir, amma təsirin formalaşması üçün ən az 10 həftə lazımdır. Bəzi uzun müddətli tədqiqatlarda effekt zəif görünə bilər, amma qısa və orta müddətdə faydalar müşahidə olunub. Koenzim Q10 isə UV qorunması verməsə də qaz ayağı qırışlarını azalda bilib. Nəticə olaraq, günəş kremləri və bitki qidalarından gələn qorunma bir-birini tamamlayır. Krem dərhal təsir edir. Qida isə yavaş-yavaş, amma davamlı qoruma yaradır.